Salam dostlar. Bugünkü dərsimiz when operatorudur. Bu da eyni qaydada if şərti operatoruna tam olaraq uyğundur. Sadəcə burada məsələn biz if-də istifadə edəndə else if yazırdıq, məsələn bir neçə şərt yazırdıq. Dalbadal şərtlərdən istifadə edirik. Lakin burada isə when-də bu daha rahatdır. Yəni biz when kodundan istifadə edəndə bizim yazdığımız kod bloku daha qısa və daha net olur. When qaydası nədir? When'in özü nə deməkdir? When operatoru bir dəyərin müxtəlif hallarda necə davranacağını təyin edən şərtli yoxlama üsuludur. Yəni, məsələn, biz eyni vaxtda bir neçə şərti yoxlamaq üçün istifadə edə bilərik. Eyni işləmə prinsipi də yəni məntiqi baxımdan if-ə oxşayır, lakin burada daha rahatdır. Məsələn, bunun qaydası belədir ki, when məsələn kodundan istifadə edib və içərisində dəyişəni yazırıq. Dəyişəni yazdıqda isə, məsələn, dəyişəndən bizə gələn datanı dəyərlə yoxlayırıq. Məsələn, bu data buradakı dəyərə uyğundursa, onun içərisindəki kod blokunu icra edəcək. Yox, əgər uyğun deyilsə, ikinci dəyərə keçəcək. İkinci dəyərdir, yoxlayacaq. Həqiqətən burada elə bir dəyər varmı? O halda ikinci kodu icra edəcək. Yox, əgər burada da uyğun deyilsə, else-dən istifadə edəcək. Else-də artıq bunun yəni son nöqtəsidir ki, yəni burada olan dəyərlər heç biri uyğuniyyəti yoxdur. O halda sonda else-nin içərisindəki kod blokunu icra edəcəkdir. Buna uyğun olaraq, məsələn, mən bir misal yazım. Sizin də göz yaddaşınız olsun. Həm də mən yazdığım misalları da özünüzdə yazsanız daha yaxşı olar və əliniz daha tez öyrəşər. Tutalım ki, həftənin günləri ilə bağlı bir məsələn tutalım ki, kod yazırıq. Bizə bir təklif var. Ona uyğundur məsələn kod yazırıq. Tutalım ki, var gün yazıram 3. Artıq məsələn mən when-dən istifadə edirəm və burada tutalım ki, günü yazaq. İçərisində bəzəkli mötərizəmizi açırıq. Bildiyiniz kimi bütün kodlar yazılan zaman bəzəkli mötərizə içərisində yazılır. Yəni bəzəkli mötərizə içərisində olmadığı halda buna skop deyirlər. Skop içərisində olmadığı halda bu kodu yəni icra eləmir, run olmur. Yəni proqramda birbaşa olaraq error verir. Məsələn mən burada yazsam 1, tutalım ki, böyük işarəsi println yazaq bazar ertəsi. Bazar ertəsi. Və ikinci günə keçək. 2 println burada yazaq çərşənbə axşamı. Çərşənbə axşamı 3-cü gün yazırıq. Println edirik. Çərşənbə 4-cü gün yazırıq. Println edirik. Cümə axşamı olmalıdır. Cümə axşamı 5-cü gün yazırıq. Baxın dostlar, bunun sırf Kotlin tərəfindən yazılma üsulu budur. Məsələn, mən burada aralıq yazsam, baxın kodu oxumayacaq. Və yaxud da burada tutalım ki, bərabərlik yazsam, yenə kodu oxumayacaq. Bunun yazılma qaydası ondan ibarət ki, tire xəttindən istifadə edirik və böyük işarəsindən istifadə edirik. Ondan sonra isə artıq lazım olan kodumuzu burada qarşısında yazırıq ki, məsələn, filan kodu icra eləsin. Yazmalıyam burada cümlə. Yəni yazılış qaydası belədir. Yəni yazılış qaydasını biz heç bir zaman dəyişə bilmərik. Necə yazılıbsa, o cür qaydada da bizim məcburiyyətdir ki, o cür içərisində yazılarımızı edir. Şənbə 7-ci gündə yazaq burada println bazar və sonunda da else-dən istifadə edirik. Elə gün yoxdur. Elə söz yoxdur. Elə gün yoxdur. Aha.
Artıq mən məsələn burada datadan mənə gələn məlumat 3 gəlib də. Məsələn tutalım ki, 3-cü günün yoxlayırıq ki, 3-cü gün burada nəyə hansına düşür. Mən bunu run eləyəndə görəcək ki, bu özü baxın, indi hal-hazırda yazılımda da Kotlinin özəlliyindən bundan ibarət gözəlliyi. Artıq bu özü göstərir ki, məsələn sizin seçdiyiniz rəqəm və buradakı rəqəmlə tam olaraq üst-üstə gəlir və bunu run eləyəcək. Məsələn mən artıq burada 5 yazsam, 5-i göstərəcək, 6 yazsam 6. Məsələn, indi çərşənbə. Baxın, birbaşa olaraq 3-cü günün içərisindəki kodu icra elədi. Tutalım ki, mən burada 7-ci gün yazsam və bunu run eləsəm, görəcəyik ki, artıq mənə bazar günü, baxın, özü də burada kod olaraq göstərir 7 və burada məsələn bazar yazır. Və yox, burada məsələn tutalım ki, 15 yazmışam, çaşıb məsələn 15 qeyd etmişəm. Artıq bu mənə run eləyəndə görəcək ki, burada yazır ki, elə gün yoxdur. Yəni aldığınız günlə üst-üstə gəlmir və sondakı şərti icra edir. If məsələn eyni qaydada bir neçə dəyəri eyni vaxtda yoxlaya bilər. Məsələn bir-birinə bağlaya bilər. Tutalım ki, buna uyğun misal eləyək. Var number məsələn tutalım ki 5. Və burada yazıram when məsələn burada yazıram number bəzəli mötərizəmizi açaq və içərisində şərtlərimizi yazaq. 1, 2, tutalım ki 3 və burada yazırıq print line və burada yazaq 1, 2 və ya 3'dür. Burada yazaq 4, 5, 6. Və bunda da qeyd eləyək ki, print line 4, 5 və ya 6'dır. Və sonda da yenə else-dən istifadə edirik ki, yəni və burada qeyd eləyək ki, print line bilinməyən nömrə. Baxın dostlar, mən indi bunu run eləyirəm. Burada bizim məsələn rəqəm gəlib 5. Və burada yoxlayır. 1-də var, yoxdur. 2-də var, yoxdur. 3-də var, yoxdur. Və burada artıq burada 3 dənə dəyəri yoxlayır və içərisində məsələn artıq çapa verir ki, bu rəqəm bura uyğun deyil. Və məsələn bunun içərisindəki kodu icra eləmir. Məsələn, sonra keçir bura 4 var, yoxdur. 5 var. Deməli bu artıq 4, 5 və ya 6-nın içərisindədir. Və burada da mənə gəlir ki, cavab 4, 5 və ya 6'dır. Yəni bu rəqəmlərin içərisindədir. Mən bunu məsələn tutalım ki, hər hansı bir dəyəri hansı aralıqda olduğunu yoxlamaq üçün istifadə edirəm. Məsələn eyni qaydada bir neçə dəyərdən şərtdən istifadə edirəm ki, məsələn burada artıq içərisində göstərsin ki, hardan məsələn hansı kodu əsasında işləyə bilər. Yox, əgər tutalım ki, mən burada 7 yazsam, eyni qaydada da digər kimi artıq mənə bilinməyən nömrə kimi qeyd eləyəcək. Baxın, bilinməyən nömrə. Yəni dostlar, əsas burada ardıcıllığı izləmək lazımdır. Yəni hər dəfəsində deyirəm, hər dəfəsində sizin beyninizdə qalsın ki, yəni kodlar ardıcıl oxunur. Yəni məsələn tutalım ki, burada birbaşa buna keçib, sonra buna keçmir. Yəni ardıcıl biri yoxlayır. Bax, burada da həmçinin yenə ardıcıl yoxlayır. Biri yoxlayır, yox, uyğun deyil, yoxdur. 2-ni yoxlayır, uyğun deyil, yoxdur. 3'ü yoxlayır, uyğun deyil. Bunun üçün sadəcə işləmə sürəti o qədər sürətlidir ki, biz onu hiss etmirik. Yəni özü proqram daha sürətli olduğu üçün və onu tez bir zamanda yoxlayıb artıq run edir. Məsələn, burada mən minlərlə şərt yazsam, o halda bəlkə hiss edə bilərəm ki, gedişat necədir. Artıq o da locate-in köməkliyi ilə. O da gələcəkdə bəzi şeylər var, bazada məlumatlar, internetdə məlumatlar çəkəndə o şeyi sizə göstərəcəm ki, məsələn, ardıcıllıq necə olur, məsələn, yoxlama necə gedir, orada asinkron proqramlaşma var, flow-dan istifadə edici,
koddan istifadə edəcəyik, hotdan istifadə edəcəyik. Yəni bunları böyük proqramlar məsələn yazacağıq və yaxud da ki Instagram proqramı yazacağıq və yaxud da hava durumu ilə bağlı proqram yazacağıq. Onlar haqqında hamısında ayrı-ayrılığında görəcəksiniz ki, məsələn, bunların bir-birindən fərqi nədir? Amma əsas baza dili budur ki, biz bunları bilməliyik. Biz bunları bilməsək, həmin proqramlarda məsələn ekranlarla artıq heç bir iş görə bilmərik. Yəni ekranlarla iş görmək üçün birinci biz baza dilini bilmək məcburiyyətindəyik. İndi ola bilsə bu dərs sizə sıxıcılar gəlsin, amma ki bunları öyrənmək, əgər bilmirsinizsə öyrənmək məcburiyyətindəsiniz. Yox, əgər bilirsinizsə təkrar olaraq bir dəfə baxmağınız daha məsləhətlidir. İndi dərsimizə davam edək. When içində şərtlərdən istifadə. When yalnız dəyərlər yoxlanır, həm də şərtlərlə işləyə bilər. Tutalım ki, belə bir məsələ yazaq ki, məsələn, bir fikirləşib, var yaş tutalım ki 20 və yazıram məsələn şərt yazıram ki when baxın birbaşa artıq burada when'in içərisində şərt qoymuram. Yəni artıq şərtləri when bax qarşısında yox, when'in bəzəkli mötərizəsinin içərisində yazacağam. Bax yazıram yaş tamam 18-dən kiçikdirsə bizə versin println siz balacasınız tutalım ki. Və ikinci yazıram yaş in əmri, bu Kotlin öz əmridir. İndi mən bunu başa salım. 18-dən 65-ə kimidirsə yazsaq burada println qeyd eləyək siz yetkinsiniz. Yəni artıq orta yaşlı insansınız da. Yəni bu proqrama istifadə. Və əks halda da yazaq ki, çox uzun olmasın, vaxtımız da çox getməsin. Burada qeyd eləyək. Println siz pensionersiniz. Bilmirəm daha düz yazdım yoxsa yox. Əsas kodun məğzini başa salmaqdır mənə. Aha. Və burada mən qeyd etmişəm, şərti yazmışam ki 20 yaş. Və burada mənə yoxlayır. Yaşım 20, məsələn 20-dən aşağıdırsa, 18-dən aşağıdırsa burada şərt yazıram. 18-dən aşağıdırsa mənə birinci kodu icra eləsin. Məsələn mən burada 16 yazsam, bu mənə birinci kodu. Yox, 18-dən artıq yuxarıdırsa, bax mən in göstərmişəm. Yəni bu yaş burada verilən şərtin içərisindəki rəqəmlərdən, bax in odur. Uyğundursa buradakı kodu icra eləsin. Baxın dostlar, proqramlaşdırma mən ilk Kotlin haqqında dərs deyəndə başa salmışdım ki, obyekt yönlüdür bu Kotlin dili. Yəni eyni siz dünyada nəyi necə təsəvvür və hərəkətləri necə görürsünüzsə, o necə deyim, nəysə yaranmağı necə görürsünüzsə, burada da həmçinin eyni qaydada istifadə edilir. Yəni İngilis dilini bilmək biraz şərtdir buradakı. İngilis dilini bilsəz daha rahat olar və məğzi daha rahat anlayarsınız. Amma ki, yəni mən yazdığım, mən dediyim üslubları özünüzdə qeyd etsəniz, bunu da çox rahatçılıqla başa düşərsiniz. Bu artıq buradakı şərti də uyğun olmadığı halda else-dən istifadə edəcək ki, siz məsələn artıq burada uyğun deyilsiniz. Məsələn tutalım ki, bu nəzərdə tutaq ki, nə proqramıdır? Məsələn, prava almaq proqramı. 18-dən kiçikdirsə, məsələn, siz balacasınız, sizə prava verilmir. 18-dən 65 yaşa kimidirsə, siz məsələn, prava ala bilərsiniz, yeni yetməzsiniz, yetkinsiniz. Yəni, artıq məsələn, o bildiyiniz kimi, indi təzə qarada 65-dən sonra hər il gelib gərək imtahan verəsən ki, sizə prava versinlər ki, həqiqətən səhətiniz ona belə deyək, imkan verir maşın sürməyə. O halda, məsələn, artıq sizə pravanı uzadırlar, gün bə gün olur. Yəni,
Proqram elə bir şeydir ki, bu Android proqramlaşdırma hər bir yerdə, hər bir sahədə istifadə etmək mümkündür. Öyrənməyiniz sizin gələcəyiniz üçün bizim bazarda da, xarici bazarda da, dünya bazarında da istifadə edə bilərsiniz. İstənilən sifarişləri götürüb özünüz evdə oturub, ürəyiniz istəyən yerdə oturub, yəni coverinizi bölünüzə qoyub rahat işləyə bilərsiniz. Sadəcə ilk başlanğıcda çətin olur, sonra isə çətin deyəndə ki, yəni bildikcə uca sadələşir, getdikcə sadələşir. Baza dilini öyrənirsiniz. Əsas bizə demək olar, bax indi baza dilini yekunlaşdırırıq. Bundan sonra məsələn mən forlar haqqında deyəcəm və setlər, listlər haqqında ümumi məlumat verəcəm və sonda isə artıq biz proqramlara keçiddə başlayacağıq. Proqramlara keçiddə başlayandan sonra görəcəksiniz ki, artıq biz bütün bu əmrlərdən proqramın içərisində istifadə edirik və sizin üçün də daha rahat olur. Dərsimizə indi yenə də davam eləyək. V-nin əlavə məsələn nələrdən istifadə edə bilərik V içərisində? V-ni ifadə kimi də istifadə etmək olar. Yəni V-ni biz hər hansı bir dəyişənə yaza bilərik. Tutalım ki, biz var yazırıq, var A bərabərdir 5 yazmırıq. Burada da həmçinin V-ni də məsələn mən burada artıq tutalım ki, gəl buna uyğun ayrıca yazın. Siz də daha yaxşı başa düşün. Var məsələn nömrə tutalım ki 10 belə yazaq. Və biz necə yazırdıq? V yazırdıq və burada bəzəkli mötərizəmizi açırdıq. İçərisində də məsələn yazırdıq ki, nömrə belə bir şərt yazaq, maraqlı olsun ki, bərabərdir 0-dırsa o halda mən çalışıram hər dəfə fərqli misallar yazım. Sizlər onu məsələn gələcək alqoritmikalarla bağlı dərslər keçəndə onları başa düşəsiniz ki, bax bunları biz necə istifadə elədik, hardan yazdıq, bunu necə həll olunur. Hər dəfə fərqli şeylər yazıram ki, sizin beyninizdə də o rahat yazılsın, həm də praktikanız güclü olsun. Eyni mən yazdığım şeyləri də siz yazmalınız daha məsələdir. Əks halda da yazaq burada. Bu tək ədəd. Burada vuraq ki, else, bax, belə yazıram. Tək ədəd. Və sonda da burada belə bir şey yazaq ki, println nömrə. Görün, indi nə olacaq? Məsələn, mən indiyə kimi nə edirdim? Burada çapı bir dəfə ranı burada verirdim. Məsələn, println-ı burada çağırdım. Burada isə artıq strikləri yazdım və çapı da ondan sonra çağırdım ki, yəni məsələn buradakı şərtlərin hansına uyğun olarsa, onları icra eləsin və sonda isə mənə çapı versin. Baxın indi məsələn mən bunu run eləyim. İndi görək bizə nə göstərəcək. Burada göstərəcək ki, yəni cüt ədəddir. Çünki artıq bu məsələn 10 ədədi bildiyiniz kimi 2-yə bölünür. Yəni burada qalıqsız olaraq da bölünə bilir. Baxın. Və burada göründüyü kimi nömrə else nömrə sözündə yanlışlığımız yoxdur, yox. Burada mən bax, indi bax burada mənə baxın burada heç bir şey şərt götürməmişəm. Bax bunu bir dəyişənə tanıdıram. Var yazıram, tutalım ki nəticə. Və bunu bu cür qaydada eləyək. Yox, burada yox. Üzülü sayın. Burada yox, və burada. Və burada da məsələn çapa nəticəni verək, nömrəni yox. Hər dəfə beyində quranda çətinlik yaranır ilk öncə. Sonra baxın. Yəni biz burada nə etdik? Burada artıq biz V-ni bir dəyişən olaraq, məsələn,
tanıtdıq, nəticəyə tanıtdıq. Yəni V-nə özümüz bir məsələn dəyişən tanıtdıq ki, artıq məsələn bu nəyə aid olsun. Mən məsələn artıq burada nəticə yazıb baxın, görürsüz string tipindədir. Çünki içərisindəki belə deyək də, dəyərlər string tipindədir. Nəticəni də həmçinin string tipindədir və nəticəni çağırıb içərisində əlavə işlər də, metodlardan da istifadə edə bilərəm. Yəni buna məsələn mən əlavə məsələn kodlar da yaza istədiyim qədər içərisində əlavə kodlar da yaza bilərəm. Yəni kod elə bir şeydir ki, kodun dərinliyi çoxdur. Hər kəsin yazılımı da fərqli olur. Yəni heç kəs bir-birinə tam %100 uyğun olaraq kod yazmır. Biri məsələn tutalım ki, if-dən istifadə edir, biri when-dən istifadə edir, biri başqa bir kod blokundan istifadə edir. Əsas mahiyyət nədir? Əsas proqramistin, məsələn, sizin hər hansı bir idarədə, hər hansı bir şirkətdə işlədiyiniz zaman orada əsas mahiyyət ondan götürür ki, sizin kodunuzun oxunaqlığı və daha sadə olması, daha qısa olması. Məsələn, kodu uzun-uzadı yazmağın, məsələn, hər hansı bir kodun uzun-uzadı yazmağın heç bir mənası yoxdur. Siz bu alqoritmikaların köməkliyi ilə daha qısa və daha net yaza bilərsiniz ki, oxunaqlığı da daha rahat olsun. Və burada da biz həmin işi gördük. Artıq məsələn mən burada tutalım ki, 9 yazsam, görəcəyik ki, mənə bu artıq verəcək ki, sizin belə deyək ki, run eləyəndən sonra göstərəcək ki, tək ədəddir. Baxın, burada göstərəcək tək ədəddir. Yəni bu şərtlər əsasında, məsələn bizim işlər də bu şərtlər əsasında görülür və buna V-dən də demək olar ki, çox elə də istifadə olunmur. Ən çox istifadə olunan if-lərdir. V-ni biz silent classlar deyilən bir belə deyək ki, klasslar keçəcək ki, məsələn siniflər. Onların içərisində biz V-dən istifadə edəcəyik və V-nin indi öyrənməyiniz daha rahatdır ki, həmin silent classlar haqqında məlumat öyrənəndə, həmin onların işləmə prinsipini öyrənəndə bu sizə daha rahat gələcək ki, məsələn artıq mən V-ni bilirəm, silent classlardan da rahat olaraq istifadə edə bilərəm. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndinizsə like etməyi unutmayın və kanalımıza abunə deyilsinizsə abunə olsanız daha xoş olar. Sağ olun, gələn dərs görüşənədək.